Salam, axşamınız xeyir olsun dəyərli Facebook izləyiciləri. Hər birinizi salamlayıram. Hər həftənin 4-cü günü saat 21:00-da bizim canlı yayımımız olurdu. Sadəcə bu günləri texniki problemlər ucbatından biz yayımı 21:00-da yox, 22:00-da etməli olduq. Buna görə bizi üzürlü sayın. Çox maraqlı bir film haqqında danışacağıq və qonaqlarımız yox, artıq ev sahibləri olan Hədiyə xanım və Rəbiqə xanımla birlikdə. Bu dəfəki film sağ olsun Hədiyə xanımın təklifi idi, tövsiyəsi idi və bu gün söhbətimiz 20-ci əsr Rus dramaturgiyasının ən parlaq və eyni zamanda ən faciəli talelərindən birini yaşamış Aleksandr Vanpilovun və onun daha doğrusu Aleksandr Vanpilovun həyatından, yəni onun həyatının daha doğrusu son illərindən bəhs edən Viktor Alfaryovun Çaytikanı yayı filmindən olacaq bu dəfəki söhbətimiz. Dəyərli tamaşaçılar, dəyərli bizi izləyənlər, bəzən elə insanlar olur ki, onların ömrü qısa, çox qısa olur. Vanpilov 35 yaşında həlak olur. Amma onların qoyduğu iz çox dərin olur, çox uzun olur və belə uzun, həqiqətən bir uzun bir iz olur. Bizim ədəbiyyatımızda da bunun nümunələri var, bilirsiniz. Məsələn, Cəfər Cabbarlı. Aleksandr Vanpilov məhz belə sənətkarlardandır, belə yazıçılardan, belə ədiblərdəndir. 35 il yaşayıb, dediyim kimi, amma bu 35 illə çox böyük bir yaradıcılıq sənaməsi belə deyə sığdıra bilib və bu gün də onun əsərləri səhnələrdə yaşayır. Bu gün də onun əsərlərə əsasında çəkilən filmlərə böyük maraqla baxılır, o əsərlər oxunur, müzakirə edilir və ən əsası onun əsərləri yəqin ki, Rəbiqə xanım və Hədiyə xanım və yəqin ki, o Vanpilovu tanıyanlar mənlə razılaşarlar. Onun əsərləri bu gün də insanı düşündürmək gücünü itirməyib. Biz bu günləri Vanpilovdan bəhs edən Çaytikanı yayı filmindən danışacağıq və kimlə davam edirik? Filmi bizə tövsiyə edən Hədiyə xanımın özü ilə. Təşəkkür edirəm. Salamlayıram hər kəsi Şəkidən salamlayıram həmçinin. Təşəkkür edirəm həm də bu filmi müzakirəsini qəbul etdiyinizə görə. Bu film mənim ən sevimli filmlərimdən biridir. Amma bu filmə mən məhz Vanpilovun ssenarisi, daha doğrusu əsəri əsasında çəkilmiş Böyük Oğul filmindən mən keçid etmişdim. Həmin filmə baxmışdım, sonra Çaytikanı yayı filminə baxdım və bir neçə dəfə baxmışam açığı. O demək deyil ki, nəsə gözümdən qaçıb, nəsə diqqətimdən yayınıb. Sadəcə film hər dəfə müəyyən məqamlarda bu filmə baxmağa ehtiyac hiss etmişəm. Aleksandr Vanpilovun həyatı həqiqətən faciəvi bir həyatdır. Lakin bununla bərabər Sovet rejiminin o rıçaqları arasında əzilməyə yönəlmiş bir faciəvi həyatdır, yazıcı həyatıdır və əsl yazıcı həyatıdır. Bu film bir yandan da bizi nümunə təqdim edir. Aleksandr Vanpilovun həyatını da biz öyrənəndə görürük ki, bu film onun həyatının son illərini əhatələsə də bizi aparır onun haqqında məlumatlara və biz onun haqqında geniş məlumat əldə edirik və bu məlumatlar qarşısında necə deyərlər, bir dəqiqəlik sükut bizi sükuta dalmağa vadar edir. Bəzən daha uzun-uzadı düşünməyə vadar edir və son vaxtlar və tarixi müəyyən məqamlarında yazıcı kimdir sualına həm də bu film sayəsində, həm də onun bəhs etdiyi yazıcının həyatını öyrənərək biz həmin suala cavab tapmış oluruq. Bu baxımdan bu filmi mən yüksək qiymətləndirirəm ki, o geniş tamaşaçı kütləsində bir təsəvvür yaratmaq gücündədir, bir fikir yaratmaq gücündədir. Bir çox baxımdan təzadlı fikirlərə aydınlıq gətirmək baxımından qiymətli filmlərdən biri hesab edirəm. Təşəkkür edirik sizə, Hədiyə xanım, üzr istəyirəm. Maraqlı bir giriş idi. Rəbiqə, sən necə düşünürsən? Yəni, Vanpilovun yaradıcılığı, mən bayaq dediyim, yəni sözlərlə razılaşırsanmı? Bugün də aktualdırmı? Yoxsa bu filmi elə sadəcə olaraq bir nə vaxtsa arxi-aktual olan bir yazısı haqqında film kimi baxıb, belə keçmək olar üstündən. Yoxsa Vanpilovun öz yaradıcılığına baxmağa dəyərmi, oxumağa dəyərmi? Bu film ümumiyyətlə bizə Vanpilovu maraqlı eləyə bilirmi həmin bu film? Ümumiyyətlə film haqqında düşüncələrin nədir? Yəni, sən tanıdığın Vanpilov obrazının, ədib obrazını bu filmdə nə qədər görə bildin? Maraqlı sualdır və təkcə mənim yox, ümumiyyətlə kino tənqidçilərinin və tamaşaçıların fikirləri də tanınır.
hərçənd filmlə bağlı əvvəlcə onu qeyd edeyim ki, rejissor Alfiyorov özü filmdə haqqında söz açılan Vampilov kimi özü də buryatdır və Vampilovun təbii ki, həyat və yaradıcılığı həmişə onu maraqlandırır və bu həmişə film çəkmək arzusu ilə yaşayır. İlk filmidir bu. Deməli, Alfiyorov çalışıb ki, film çəkib Vampilovun ailəsi ilə razılaşsın və razılaşdırılıb. Olga xanımla, Olga Vampilova ilə deməli görüşüb və ssenarini ona təqdim xeyir-duası olmadan, Vampilov özü sağ olmadığı üçün onun xeyir-duası olmadan bu filmi çəkmək niyyətində deyilmiş. Olga Vampilovna filmin ssenarisini təsdiqləyəndən sonra və ondan xeyir-dua alandan sonra Alfiyorov bu filmi çəkməyə başladı. Filmdə deməli Çaytikanı yayı filmində hadisələr demək olar ki, olduğu, baş verdiyi yerlərdə çəkilib. Baykal Gölü ilə bağlı, yəni görüntülər hamısı orijinaldır. Amma Peterburqda çəkilib. Maraqlı məqamlardan biridir ki, həqiqətən də rejissor çalışıb ki, simvolizmi gözləsin və aydakı Vampilov dünyasını dəyişib həlak olub. Həmin ayda çəkilişləri, yəni ölümü ilə bağlı səhnələr həmin ayda çəkilib. Çaytikanı yayı, niyə Çaytikanı? Deməli, 72-ci ildə, həmin ildə bu Çaytikanı ilə bağlı bol məhsul var idi və bu simvolik addır təbii ki. Çaytikanı həm də biraz turş, məzə bitkidir, meyvələri. Və bu bitkini həm də biz Vampilovun həyatı ilə gözəl və eyni zamanda ilə assosiasiya eləyə bilirik. Filmlə bağlı düşüncələrimə gəlincə, film təbii ki, çox xoşuma gəldi. Amma məsələn, filmlə bağlı həmişə polis arxası məqamlara baxıram və elə ilk düşüncəmdəcə baxdım ki, müəyyən rəylərlə mənim və başa düşdüm ki, bu təsadüfi deyil. Qəhrəman artıq şəhərli, həddən artıq aristokrat ədalı bir adam, buradan gəlmiş adamın manieraları deyil, davranışı deyil, görünüşü deyil, geyimi deyil. Bunu təkcə mən deməmişəm, maraqlıdır ki, və bütün demək olar ki, hamı buna diqqət çəkib. Rejissor özü də deyir ki, mən bunu qəsdən elədim ki, yəni burada diqqət bir buryatın üzərinə düşməsin, hərçənd onlar həmvətəndirlər. Və yeri gəlmişkən Mezlikinin üzündə də buryat cizgiləri yoxdur, çünki məlum olduğu kimi o, yəni buryat deyil. Bu məqam mənə maraqlı gəldi ki, bir yazıçını daha çox dünyəvi təqdim eləmək yəqin ki, bu fikrindən irəli gəlir. Hətta rus kimi də yox. Baxmayaraq ki, film ərzində o bir neçə dəfə ona kiçik xalqların nümayəndəsi olduğunu ikrahla deyəndə, ironiya ilə deyəndə o deyir ki, mən rus yazıçıyam. Amma böyük mənada baxanda yazıçının rusu, Azərbaycanlısı, buryatı olmur və hansı dildə yazmasından asılı olmayaraq yazıçı dünya vətəndaşıdır. Bu mənada maraqlıydı, yəni onun yozumu. İkinci tərəfdən mənə maraqlı gələn məqam ki, ziddiyyətlidir. Mən də düşünürəm ki, bunu da təsdiqlədi rəylər, yəni bunu düşünmüşdüm. Həddən artıq biraz melodramatik, yəni belə deyək də çəkib, romantik, paposludur. Mən düşünürəm ki, bir buryatın və o sərt şəriyyatın xarakteri də daha sərt və biraz da, necə deyim, üsyankar olmalıydı. Biz burada yenə də hədsiz liberal görünən bir qəhrəmanla qarşılaşırıq. Halbuki, yəni mən düşünürəm ki, o əsərlərin müəllifi həyatda da bir xeyli dərəcədə çılğın və necə deyim, daha çox xolerik olmalıydı. Nəinki bu həddən artıq melanxolik görsənir. Bu məqamlar maraqlı məqamlardır, amma filmdə ən çox xoşuma gələn, əvvəla mən bunun üçün Hədiyyə xanıma çox minnətdaram.
mənim uşaqlığımı xatırlatdı. O nostalji hissini, Sovet filmləri, Sovet həyatı. Çünki uşaqlığımın ilk hissələri, baxmayaraq ki, mən heç cür esse qayıtma illərində ən belə deyək də etirazçılardan olmuşam, amma istər-istəməz uşaqlığın bir parçası olan hətta ən ağırlı xatirələr də sənə doğmadır. Və biz bəzən uşaqlığımızın xatirələri ilə bağlı adamları, hansı ki, deyək ki, siyasi proseslərdən sevirik və ya sevmirik, onların ölümlərini belə müəyyən bir ağrı ilə qarşılayırıq, çünki uşaqlığımızın bir parçası da gedir orada. Bu mənada mən çox belə mütəəssir oldum və o danışdım. Yenə də qayıdacağam söhbətə. İndi icazənizlə soruşum Cömərtdən. Cömərt, sən necə düşünürsən? Yəni, səncə bizim qəhrəman, yəni Mezlikinin yaratdığı Vampilovla, əsl Vampilov, yəni o əsərlərdəki etirazçı Vampilov uyğun gəlirmi və bu çox sərt şey? Çox gözəl sualdır. Suala görə təşəkkür edirəm. Yer gəlmişkən, səndə arada səs qırılır deyə, yəqin ki, biraz cihaza uzaq qalmırsan, yəqin onunla bağlıdır. Suala görə təşəkkür edirəm sənə, Rəbiqə. Mənə elə gəlir ki, filmin ilk epizodlarında ki, bunlar bir yerə yığışırlar, bir xanımın evinə yığışırlar və orada mübahisə yaranır. Biz orada Aleksandr Vampilovu görə bilirik. Amma sonraki səhnələrdə sanki Vampilov öz qınına çəkilmiş təsirini bağışlayır. Hansı ki, Vampilovun həyatı elə olmuyor. Bu adamın əsərlərində ömrü boyu heç vaxtı nə savxoz, nə kolxoz, nə Lenin, nə kommunizm sözü işlətməyən bir adam. Sanki orada bir balaca qınına çəkmiş kimi hiss olunur. Biraz rejissor dediyin kimi, biraz sadəcə mənə elə gəlir ki, filmi melanxoliyaya aparmaq istəyib. Həm də Vampilovun bəlkə də son illərini çəkdiyi üçün, hansı ki, son bir neçə ilini çəkdiyi üçün həm də bunu etmək istəyib. Biraz orada tələskənliyə məncə yol verib. Daha da onu Vampilovu bizi, həmin real Vampilovu görə bilmirik. Onun tam da görə bilmirik. Amma buna baxmayaraq çox maraqlı bir filmdir, həqiqətən də. Çünki Çaytikanın yayı yəni sadəcə bir bioqrafik film deyil. Bu bir yazıcının taleyindən bəhs edərək zaman haqqında, istedad haqqında, daha doğrusu istedadın necə boğulması haqqında, sözün hər iki mənasında boğulması haqqında ki, biz bilirik axı Vampilov həm də suda, göldə boğulur. Burada həqiqətən onun səsinin içində boğmağa çalışırlar. O bir istedadı səsində boğmağa çalışırlar. Ümumiyyətlə insan haqqında danışmağa çalışan bir filmdir. Burada söhbət təkcə təbii ki, Vampilovun necə yaşamasından və necə ölməsindən getmir. Burada əsas sual budur ki, böyük istedad öz dövrü ilə necə münasibət qurur və yaxud da ki, dövr həmən istedadla necə münasibət qurur? Onu anlayırmı? Ümumiyyətlə gec anlayırmı? Yoxsa ümumiyyətlə anlamır? Mənə görə buydu. Rejissor müəyyən qədər amma bu dediyim kontekstdə filmi verə bilib, amma bizə həmən o Vampilovu mən hesab edirəm ki, Rəbiqə verə bilməyib. Yəni, mənim düşüncəm budur. Hədiyə xanım, siz necə düşünürsünüz? Mən Vampilovun öz həyatı ilə bir xeyli, necə deyərlər, məşğul olmuşam, maraqlanmışam. Həmçinin filmdən sonra onun dostlarının, həyatda onunla dost olmuş, əməkdaşlıq etmiş, bir yerdə işləmiş, ümumiyyətlə onu tanıyan. Çünki çox sosial adam olub, çox dostcanlı insan olub, çox ətrafında insanların toplaşdığı və incə yumor hissinə malik bir insan olub. Yəni, adi insan kimi də çox yaxşı dostların əhatəsində daim olan bir yazıcı kimi tanınır və bu film haqqında onun dostlarının fikirləri ilə mən maraqlandım və məlum oldu ki, onlar bu filmdən razı qalıblar. Onlar fikirləşirlər ki, bu film Vampilovu həqiqətən açıb göstərə bilir. İndi bir film məhdud çərçivədə göstərəcək sözsüz dediyimiz kimi onun son illərini göstərir və dostları qeyd edirlər ki, bu əslində onun son illərdə onu ölümə aparan səbəbləri də göstərə bilib. Onu daha çox sıxışdırmağa başlamışdılar, əsərlərini qəbul etmirdilər, qorxutmağa başlamışlar. Bilirsiniz, NKVD-nin nümayəndəsi onu demək olar ki, təqib edirdi. Hətta onun həyat yoldaşı, Vampilovun həyat yoldaşı ilə dostluq qurmağa çalışırdı və Vampilov bundan əməlli başlı qorxuya düşmüşdü. Həmçinin anası daim o qorxunun içində yaşayırdı. Burada 37-ci illərində təsir var idi. Onun atası bəraət alsa belə, anasında həmin qorxu qalmışdı və oğlu üçün çox qorxurdu. Hətta bəzən onunla bu barədə həqiqətən də həyatda da söhbət edilmiş ki, o yazıçılığın daşını atsın, getsin bir kənddə, bir sakitcə bir müəllim işləsin. Hətta filmdə də bu gedir, deyir ki, atan kimi. Bu sualın özündə, bu deyimin özündə də bir ironiya var ki, yəni atamı təqib etmiş və yaxalamış Talih,
oğlu da yaxalıya təqib edə bilər, yaxalaya bilər, eyni tale ilə üzləşə bilər. Hətta dostları müəyyən qədər, bayaq Cömərd bəy də danışığımızda bunu qeyd etdi ki, bəlkə də Vampilov boğulmasaydı, digər şəkildə boğulacaqdı, məhv ediləcəkdi, bəlkə də bezəcəkdi, bəlkə də ağlını itirəcəkdi. Çünki onun xarakteri buna uyğun bir xarakterdir, yazıcı xarakteri onu buna apara da bilərdi. Və yoldaşlarının xatirələrindən mən belə fikirləşirəm ki, bəli, film müəyyən mənada da olsa onu göstərə bilib, bizə tanıda bilib. Üz cizgilərinin oxşarlığı, onun həqiqi Vampilova oxşamadığı məsələsində mənim də müəyyən tərəddüdlərim var və Rəbiqə xanımın da qeyd etdiyi kimi həm filmə baxanlar, həmçinin Azərbaycanda da kifayət qədər Vampilovu tanıyanlar aktyora müəyyən qədər etiraz edirlər. Bununla beraber mən onun bir aktyor kimi simvolik də olsa bu rolun öhdəsindən gəldiyini fikirləşirəm. Həm jestləri ilə, həm daxili dünyasını göstərməsi ilə, həm danışığı ilə. Bilmirəm, mən razı qalmışam, aktyor oyunundan da razı qalmışam, filmindən də razı qalmışam və mənim razı qalmağımı əsaslandırıram əsasən onu canlı həyatda tanımış adamların rəyləri ilə həm də. Təşəkkür edirəm. Özü də gözəl aktyor yeri gəlmişdir. Bunu deyim. Mən şey dedim. Hədsiz dərəcədə gözəl, karizmatik, istedadlı və rolun da öhdəsindən çox gözəl gəlib. Sadəcə olaraq görünür rejissor yanaşması məsələsidir. Yəni adamın elə sadəcə kameranın qarşısında durması filmdir. Yəni aktyor digər rolları da çox gözəldir. Mən o digər rol aldığı, yəni rol ifa etdiyi digər filmlərə filan da baxmışam, amma hamısında bəyəndiyim bir aktyor olub. Viktor Alfaryovun desən ilk işidir, səhv eləmirəmsə. İlk debüt işidir bu film. Mən bilirəm. Metrajlı, böyük bədii işidir, bəli. Bu çox, amma necə düşünürsən Rəbiqə? Bu da mən sənə sual verim. Alındıra biraz loru çıxır. Yəni rejissor debüt işində bunu ortaya qoya bilibmi? Yəni samballı bir film ortaya qoya bilibmi? Yoxsa uğursuz alındı? Əlbəttə. Yəni mən özüm oxuyanda ki, bu onun ilk tam metrajlı və bədii filmidir. Mən çox təəccübləndim və fikirləşdim ki, onun buna qədər çəkdiyi yəqin ki, qısa metrajlı filmlər olub və yaxud sənədi filmlər olub. Onları da axtarıb tapmaq lazımdır. Sadəcə olaraq mən hələ bugün bu filmə baxmışam və bu rejissoru kəşf eləmişəm Hədiyyə xanımın sayəsində. Ona görə də yaxından yəni artıq sənə snoska verir. Necə ki, Vampilovu məsələn tanımayanlar üçün bu film Vampilova snoska verir. Yəni rejissorun digər işlərinə snoska verdi. Çox maraqlı işdir. Mən yeri gəlmişkən qeyd eləmək istəyirəm ki, möhtəşəm operator işi var burada. Olduqca gözəl, yəni çəkilib tayqa kadrları falan, dənizin mənzərəsi və mən istəyərdim ki, təbii ki, şpargalkadan istifadə eləməklə operatorun adını çəkək, Andrey Varavyovdur bu. Yəni və bütün filmlə bağlı bütün rəylərdə onun adı keçir. Çünki doğrudan da çox möhtəşəm bir iş ortaya qoyub. Maraqlı qəhrəmanların, yəni özləri də digər qəhrəmanları da yəni biz xatırlatmalıyıq. Çünki bu ədalətsiz olardı onlara qarşı aktyor oyunundan danışırıqsa. Təbii ki, ilk növbədə mən vurğulamaq istəyərdim Sergey Kaplunovu, Nikolay Rubtsov rolunun ifaçısını. Çox möhtəşəm tapıntıdır və onların xüsusilə də dialogu, o küçədə skameykada oturduqları vaxtı danışdığı dialoq ümumiyyətlə bütün dövrün mənzərəsini verir. Amma burada da müəyyən, belə deyək də, emosional məqamlar var ki, mən sonraki söhbətlərdə ona qayıdacağam, amma bu film üçün çox möhtəşəmdir və çox açır qəhrəmanların içərisini, xüsusən də onların düşdüyü o çarəsizliyi çox gözəl şəkildə nümayiş elətdirir və əslində biz başa düşürük ki, Rubtsovun ölümü də məişət zəminində ölüm kimi qələmə verilsə də, yəni Sovet İttifaqında onun həmin o Lyudmila ilə filmdə də bəhs olunan Lyudmila ilə gənc şairə ilə güya məişət davası zəminində baş versə də, əslində onun içkiyə aparan yol, yəni deyək ki, hardan keçirdi, onun çarəsizliyə aparan yol hardan keçirdi və Lyudmila ilə münasibətlərindəki o ziddiyyət deyək ki, ayrı-ayrı siniflərin, təbəqələrin təmsilçisi olmaları xüsusi şəkildə diqqət çəkib və növbəti oyunçu mənim çox xoşuma gəldi və onun da ancaq kamera qarşısında dayanması çox kinoşlu bir üzü var idi.
Bu həmin o KKB-şnik, yəni KKB təmsilçisi idi. Sergey Agafonov, Dmitri Kovalchuk rolünün ifaçısı çox möhtəşəm gəlib, yəni rolün ifasından. Hətta mən deyərdim ki, ikinci plan, üçüncü plan qəhrəmanını da yenərək bəlkə də filmin birinci plan qəhrəmanı idi. Çünki mən onun simasında SSR rəhbərliyinin özünün nə etdiyini, yəni nə edəcəyini bilməyən bir qurumun vinçiyini görürdüm və o vinçik də nə edəcəyini bilmirdi. Eyni zamanda da qiymətləndirirdi. Yəni istər Rubtsovu, istər bizim Vampilovu və digər şəxsiyyətləri, yəni ədəbi şəxsiyyətlərin nə dərəcədə dəyərli olduğunu başa düşürdü. Bu çox maraqlı gəldi mənə. Yəni Çox belə, maraqlı. amma mən istəyərdim, orada bir mənim üçün çox maraqlı və bunun da üstünə düşüb bir xeyli araşdırdım burada. Yəni mənə də ona da snoska verdi və bu film mən bu snoskalar üçün çox, yəni təşəkkür edirəm bir daha Hədiyə xanıma. Çünki snoska verən film və mümkün qədər çox snoska verən əsər, film sənin üçün həddən artıq maraqlıdır. Bu istinad deməli Rubtsovun 60-cılar barədə dediklərindən bağlı idi, dissidentlər barədə. Mən istəyərdim hər ikiniz razılaşırsınız mı? Mən dissidentlər idim, yəni Sovet İttifaqı onlardan bir şırma, pərdə kimi istifadə eləyirdi ki, yəni bizdə görürsünüz müxalifət də var, müxalif yönümlü düşüncələr də var. Bu fikirlərlə tam razısınız ki, yəni onlar belə deyək də hardasa hakimiyyətə işləyirdilər. Yəni Bella Axmadulina deyək, Yevtushenko deyək, Vazlisenski deyək və digərləri. Mən başlayayım, yoxsa siz deyirsiniz? Cəmət bəy başlasın. Müəyyən qədər razılaşıram. Biz Yevtushenkonun sonraki taleyini də gördük də. Yevtushenko neynədi? Nə oyun çıxartdı belə deyək. Amma bir məqam burada var ki, SSR onu şirma kimi istifadə edə bilmədi. Niyə? İcazənizlə mən buna rəhmətli, Allah qəni-qəni rəhmət eləsin, Hikmət Hacızadədən bir misal gətirəcəyəm. Hikmət Hacızadə bir dəfə demişdi ki, bizim dostlarımızdan birinə, şəxsi söhbətləri birində demişdi ki, bəs SSR-nin o pərdəsi ki var idi, hansı ki o yəni özünü belə azad, azadlıqsevər kimi göstərən, ki burada da demokratiya var, burada da müxalif fikri var. O nə vaxt dağıldı və onu kim dağıtdı? Həmən dissidentlərdən biri Aleksandr Soljenitsin əsərini həmişə unuduram onun həmin əsərini ki, o əsər ki qərbdə partlayış yaratdı. Bədii cəhətdən o əsərin belə ciddi bir yükü yoxdur. Yəni açıq etiraf edək, bədii cəhətdən o belə ciddi əsərdir. Biz bunu Hədiyə xanımla uzun-uzun müzakirə etmişik. Səhv eləmirəmsə, Rəbiqə sənlə danışmışıq deyəsən. Amma o əsər qərbdə ki yayıldı, çapa getdi, nəşr olundu. Ondan sonra həmən şirma etdi. Rubtsov harasa müəyyən qədər haqlıdır, amma müəyyən qədər də yox. İndi biraz o mötədil cavab kimi çıxmasın. Bəli, müəyyən yerə qədər haqlıdır. Yəni deyirəm, biz o bəzi dissident kimi təqdim olunanların sonradan o nə mal olduqlarını biraz Türkiyəli qardaşlarımızın təbriz edirsə biz gördük. Onların hansı məzmunda, hansı keyfiyyətdə insanlar olduğunu gördük. SSR dağılandan sonra bunlar getdilər, kimlərisə əlini öpdülər, kimlərisə yanında durdular, həmin adamlar və s. və s. Yəni necə olur ki, nəhəng bir, çox böyük bir imperiyaya qarşı dissidentlik mübarizəsi göstərə bilirsən, amma onun balaca bir variantına, mırıq bir variantına yanında durursan, biz o dissidentlərin də yalancı dissidentlər olduğunu da gördük. Müəyyən qədər mən orada razıyam. Amma bəzilərinin timsalında isə yox, razı deyirəm ki, adını çəkdim. Məsələn, birini də deyim, Hədiyə xanım vaxtına girmək kimi çıxmasın. Şalomov var idi, Varlam Şalomov. Əqidəsi tamamilə kommunist idi, böyük şəkildə kommunist idi, amma hər zamanda SSR-yə qarşı, Sovet rejiminə qarşı, yəni baxmayaraq ki, kommunist idi, dirəniş də göstərdi. Kulaqda da yatmışdı. Çox böyük əzab-əziyyətlə də orada şey eləmişdi, amma dirənişini də qoruyub saxlayırdı. Bu qədər, yəni mən belə düşünürəm. Bəli, mən də Cömərd bəyin fikirləri ilə razıyam. Yəni necə deyərlər, bir tərəfdən hamısı barədə bu fikri haqlı saymaq mümkün deyil və bir yerdən hamısı barədə haqsız da saymaq mümkün deyil. Əlbəttə ki, burada şəxslərə görə, müəlliflərə görə, imzalara görə, insanlara görə bu dəyişir. Bu baxımdan mən Cömərd bəyin fikri ilə razılaşıram, bəli. Bəziləri haqqında doğrudur, bəziləri haqqında isə sözsüz ki, doğru deyil. Mən məsələn, orada xüsusi onu aydınlıq gətirəcəm. Orada məsələn Axmadulinanın adı çəkilir və mən Bella Axmadulinanın istər yaradıcılığı ilə, istər şəxsi həyatı ilə həddən artıq çox maraqlandım ki, onun şeirləri hər hesab edirəm ki, mənim ruhum, yəni rusca yazsaydı, bəlkə də o şeirləri yazardı, o dövrdə yaşasaydı.
bağlı xüsusi qeyd olur ki, o nazir müavinidir və ticarət sahəsində işləyir və çox zəngin bir ailədən çıxıb və bunların dərdi belə deyək də şmotka dərdidir, paltar dərdidir, alış-şuba dərdidir. Düşünürəm ki, yəni ki Yevtushenko ilə bağlı haqlıydısa, Bella Axmedovna ilə bağlı haqlı değildi. Çünki Bella Pasternakın istəyir müdafiəsində, yəni onunla bağlı müraciətin imzalanmasında, istəyir digər məsələlərdə və hətta Yevtushenko'nun özünü də, digər dostları da, Rajdestvenskini də, Vaznesenskini də yəni mübarizəyə çağıran və onları belə deyək də silkələməyə çalışan bir qadın idi. Mən də düşünürəm ki, insanları varlı ailədən çıxdıqları üçün, yəni xüsusən də şairləri buna görə ittiham eləmək olmaz, amma Rubtsovu da anlayıram, çünki Rubtsov özü uşaq evində böyümüşdü və təbii ki, kasıbçılıq, acınacaqlı vəziyyət görürdü və istər-istəməz sinfi fərqlər özünü göstərir burada. Əlbəttə ki, Bella gözəl geyinirdi, gözəl məsələn yerlərə gedirdi və onun deyək ki, yemək içməklə bağlı problemi yox idi. Məsələn, o şərabın daha bahalısını seçə bilərdi, amma Rubtsov nə ilə gəldi, kifayətlənməli idi. Bu mənada biraz emosional düşünürəm ki, yanaşmadı. Amma ümumilikdə o da maraqlıdır və ən azından də baxarsan, yəni o istinadlara ki, bu adamlar nə dərəcədə yəni dəqiq də diyalogdakı dissident söhbəti, amma eyni zamanda biz bilirik ki, Sovet İttifaqının içində yaşayıb, axıra qədər də orada qalıb. Məsələn, biz Brodskini bilirik ki, Brodski tutaq ki, başını sizin də bayağı adını çəkdiyiniz tutaq ki, Aksionovun məsələn, Vysotski qaldı və orada çərdi. Bunu biz belə qəbul edə bilərik ki, onun istifadə elədiyi maddələr idi, amma biz bilirik ki, Asiya eləyən dırnaq arasında nələrdir və digər şəxslərdə. Yəni, axıra qədər orada qalanlar da oldu və yaxud Rajdestvenski kimi həqiqətən inanıb yanılanlar oldu. Yəni, son mərhələdə başa düşənlər ki, bizi kommunizm adıyla aldadıblar əslində. Bu mənada mən düşünürəm ki, maraqlı məqamlardır. Və son səhnənin özü də maraqlıdır. Yəni, Baykal gölündə batma səhnəsi, bu nə idi görəsən? Yəni, aydındır, insan orada ölür, bu əcəldir. Amma bu dəqiq əcəldirmi? Və onların o gəmisini çevrilməyə vadar eləyən o odun ki, onlar ona ilişirlər. Bax, onun özü simvolikadırmı, yoxsa nədir? Yəni, mənə bu məqamların da üzərində düşündüm. Film çox düşündürücüdür. Çox, necə deyim, bir epizodda qoyursan, istəyirsən, taxlayarsan, baxarsan, bir düşünəsən ki, burada nə demək istəyir, başqa hansı yozumlar var. Bu mənada mən çox bəyəndim və söz verirəm ki, Alfyorovun bundan sonra da yaradıcılığı ilə maraqlanacağım, görüm o nə çəkib. Çünki çox maraqlı yanaşması var. Təşəkkür edirəm. Mən istədim ki, hər ikizə mən bu dəfə bir sual verim izninizlə. Mən orada o verilişin başlığına çıxartmışam və bizə rəy də yazdılar, Vəsilə xanım yazıb. O atası orada deyir, səhv eləməsə qayıqda gedən, onun xəyalında görür. Orada atası ona deyir ki, həyatda cəmi 2 yol var. Saşa, biri axına qarşı, o biri isə vicdanına qarşıdır. Vəsilə xanımın bir rəyi var, onu da oxuyun, bizim tamaşaçıların rəyinə də baxaq. Axına qarşı üzmək yorur, vicdana qarşı yaşamaq insanı istən öldürür. Mən bir məsələyə toxunmaq istəyirəm. Vanfilovun pyeslərini oxuyan hər kəs də bilir ki, mən də onun yaradıcılığını tanışım. Onun qəhrəmanları, gələcəm indi o mövzuya sualım orada. Onun qəhrəmanları sadə insanlardır, adi adamlardır. Sevirlər, səhv edirlər, peşman olurlar, susurlar, nə bilim. Amma adi gördüyün həyatın içində insan vicdanının, tənhalığının və mənəvi o seçimlərinin ağır suallarını yaşayırlar. Ağır suallarını yaşayırlar. Film bizə o Vanfilovun yaşadığı həmən dövrü, o ağırlığı, onun istedad olaraq boğulmasını bizə çatdıra bildim. Yəni, oxuyanda, filmə baxanda bir insan üşənirmiş ilahi pərvərcə, bir istidadıca boğarlar. Zallarda gözlədirlər onun əsərini. Bilirik də Vanfilov öləndən sonra qəhrəman, yəni o dəbə düşüb də teatrlar. Teatr onu gözlədir. Film onu bizi üşəndirə bilirmi, üşüdə bilirmi ki, bir istedadın boğulmasını çatdıra bilirmi bizə sizcə? Hədiyyə xanım davam edir. Hədiyyə xanım desin, sonra mən cavab verəm. Təşəkkür edirəm. Mənə elə gəlir ki, elə ilk səhnələrdən bu bizi müəyyən mənada sirkələməyə başlayır, elə qonaqlıq səhnəsində. Hətta ondan qabaqki də orada bir şeir
məclisi var. Orada xanım şeir deyir və bu şeirin məzmunundan biz artıq dövrün sıxıntısını, dövrün çərçivəsini, dövrün yaradıcı insanlar qarşısında qoyduğu tələbləri və bu tələblərə əməl olunmadığı təqdirdə onların nələrin gözlədiyi ilə orada dəqiq bizim necə deyirlər, aydın açıq bizə deyilməsə də biz onu başa düşmüş oluruq. Və bu artıq qadının evindəki qonaqlıqda o həmin dəvət olunduqları məclisdə davam edir, sonra teatrda davam edir. Sonra hətta onun əsərinin İrkutskda teatrda qoyulması zamanı biz məşq səhnəsini izləyirik və burada adi aktyorların bu əsərə etiraz etdikləri sözlərdə, ifadələrdə, o etiraz formasında biz artıq dövrün o necə deyərlər, qulaq batırıcı çərçivələrini, qulaq batırıcı hədələrini hiss etməyə başlayırıq. Adamlar öz rollarına qarşı etiraz edirlər. Çünki onlara öyrədilmiş bir yol var. Sovet insanı xoşbəxtdir, Sovet insanı darıxmır, Sovet insanı mənəvi sıxıntılar çəkmir. O öz içində yəni qarabasmalarla, qorxularla qətiyyən məşğul olmur, hər şey gözəldir. Sovet insanının mənəvi tərəfləri tamamilə təmin olunmuşdur. O heç nədən narazılıq edə bilməz və bu göstərir ki, Sovet rejimi onu o qədər yeritmişdi ki, adi yəni aktyorlar, aktrisalar həmin rolu ifa etmək istəmirlər. Hətta o tamaşanı çox dəstəkləyən, bunu sevinclə qarşılayan yaşlı aktyor deyir ki, mən isə öz rolumu çox sevmişəm. Amma mənim bir sualım var. Olmazdı ki, bu oğlanlar, yəni Böyük Oğul piyesindən, tamaşasından söhbət gedir. Deyir ki, olmazdı ki, musiqiçi olmazdılar. Məsələn, fəhli olardılar. Təxminən belə bir sözdür ki, yəni Sovet zəhmətkeşi olardılar. Bunun özündə göstərilməyən, amma daxili bir hədə var. Çünki biz həm də Dima gəlir, ora çıxır, vilayətə gəlib çıxıb və tamaşaya deyir ki, mən artıq mədəniyyət sahəsində işləyirəm və mədəniyyət sahəsində nəzarətə, necə deyərlər, rəhbərlik edir. Bunun özü də bizə göstərir ki, bu ürpərdici bir şeydir. Yaradıcı adam üçün daim görünən və görünməyən, işarələrlə özünü göstərən bir hədə rejimindən söhbət gedir. Amma bu filmin mənim üçün qiymətli edən cəhətlərindən biri də odur ki, yəni belə bir fikir formalaşıb ki, Sovet dövründə Sovet yazıçıları ancaq mətiyyələrlə məşğul olublar, sənət ancaq Sovet rejiminin o qoyduğu bütün qaydalara, bütün tələblərə əməl edib, bizdə sənət yaranmayıb, bizdə sənət yazılmayıb. Bu film həm də onu göstərir ki, Sovet rejiminin o buxovları arasında da yaxşı yazıçılar yetişə bilirdi, yaxşı sənət adamları yetişə bilirdi, yaxşı əsərlər yazıla bilirdi. Yəni etiraz edən, insan mənəviyyatını, insan dünyasını göstərən, onun sıxıntılarını, bezmişliyini, o içində məhv olmağa başladığı bataqlığın təsirini verən gözəl əsərlər yaranırdı. Düzdür, müəllifləri nə gözləyirdi? Biz bunu Vampilov haqqında filmdə də görmüş oluruq. Amma bir yandan da o fikri, o qəlibləşmiş fikri dağıtmış olur ki, bəli, Sovet dövründə də yaxşı yazıçılar yetişirdi, onlar həqiqəti göstərirdilər, insanla məşğul oldular və mənəvi, bəşəri dəyərlərə mümkün qədər əməl edirdilər. Olmadığı təqdirdə isə onlar ikinci bir yolu da seçməyə hazır idilər. Bəlkə gedib kənddə bir müəllim işləyərəm. Yəni mənə yazmağa imkan verilməyəndə mən başqa işlə məşğul olaram. Amma o qaydalara əməl etmək fikrində deyiləm. Maraqlı, çox maraqlı çıxış idi. Təşəkkürlüyə gəlmişim. Gülnar Əhmədova bizi salamlayır, bizim dostumuz. Biz də onu salamlayırıq və buradan bizə baxan hər bir kəsə salam göndəririk. Bizə baxın, bəyənin və paylaşın. Rəbiqə sözü sənə verəcəm. Vaxtımız da zaten bir 7-8 dəqiqə qalıb. Amma mən buradan bir çıxış deyim ki, bizim bu yayımızı bəyənin, paylaşın, daha çox insana çatsın, daha çox insanlar baxsın. Çünki biz sənət müzakirələri edirik və Hədiyə xanım biraz bundan qabaq maraqlı bir yerə toxundu. Dövr nə olursa olsun, rejim nə olursa olsun, sənət həmişə lazımdır. Mən qısa bir şey deyəcəyəm. Almanların bir dilçi alim vardı. Səhv etmirəmsə dilçi, yəni Alman dili üzrə deməli bu kitabı da var onun. Viktor Klemperer. Və bu adam təsəvvürən 18 saat əsir düşərgəsində işləyə, 18 saat, 20 saat əsir düşərgəsində işləyən adamın nə halı qalar ki, o gəlib yatar, sonra təzim. O həmən 18-20 saatlıq əsir düşərgəsindəki ağır rejim altında belə həmin əsəri yazmağa başlayıb. Cəmi 4 saat yuxusundan kəsib, yəni sənət, ədəbiyyat
bu insana söhbətləri hər dövrdə və hər zaman lazım. Çünki bu olmasa ümumiyyətlə insan dəli olar, boğulub, ölüb gedər. Buyur Rəbi, mən çox belə giriş elədim, buyur bala səsin. Mən düşünürəm ki, film daha çox hazırlıqlı adam üçündür. Çünki hazırlıqsız adam istər-istəməz ondan sonra baxmalıdır Sovet dövrü barədə məlumatlara. Çünki indi biz Sovet dövründən xeyli uzaqlaşmışıq və deyək ki, biz SSR-nin tərkibində olan bir respublikada yaşadığımız üçün bu proseslər bizə az və ya çox dərəcədə tanışdır. Amma yeni gənc nəsil, yəni o mütləq rəqamda araşdırmalıdır. Yəni filmi birdən-birə ona təqdim eləsən, mən düşünürəm ki, tam başa düşməyəcəklər. Yəni bu mənada bu hazırlıqlı tamaşaçı üçün olan filmdir. Və heç yəni orada məqsəd də qoyulmayıb qarşıya ki, Sovet rejimini birbaşa ifşa eləsinlər. Sadəcə Sovet rejimində yaşayan bir böyük yazıçının həyatını və faciəsini göstərmək istəyiblər. Mən istəyərdim ki, bu məqamı da qeyd edeyim. Çünki biz Sovet dövründəki belə deyək də senzura maşınından o yana qalsın, təqiblərdən, repressiyalardan danışırıq. Amma o vinçiklərin içərisindəki yaxşı adamları da unutmayaq. Məsələn, Yefremovun köməkçisi. Mən düşünürəm ki, bu yəqin ki, necə deyim, obrazdır, yaxşı insanları təmsil edən bir şey. Çünki mən xanımla bağlı informasiya xanımla bağlı xüsusi bir informasiya tapmadım, amma onun Vampilovu müdafiə etməsi və biz həmin dövrün yazılarına, memuarlarına baxırıq və bunların hamısında bir Yelena Leonidovna olur. Mən bu adamlardan, yəni düşünürəm ki, ən böyük qəhrəmanlar bəlkə də olardılar ki, yəni əslində özü heç nə yarada bilmir, amma ki, heç və yer açmaq istəyir. Baxmayaraq ki, çox çətindir bu. Amma bu onu göstərir ki, bəlkə də yəni insanın ümidi ölmür də ki, yəni bu cür insanlar varsa o cəmiyyətin içərisində, o cəmiyyət hətta olsa o cəmiyyətdən yəni çıxanlar tam olaraq məhkəmə məhkum deyirlər. Çünki əgər biz ancaq dissidentlər arxayın olsaydıq, dissidentlərin belə deyək də övladları da çoxdur, heç yoxdur, ortalıqlar, nə ilə məşğullar bilinmir, amma o cəmiyyət həmin o daha çox Yelena Leonidovnaların hesabına yaşadı, belə deyim də. Və onlar kimi insanların hesabına müəyyən mənada dünya indi də ayaqdadır. Nə deyə bilərəm? Orada bir Baykal Gölü və Baykal Gölü ətrafında ev var. Bütün yazıçıların, bütün insanların ev arzusu olur, amma yazıçıların daha çox bir bucaq, bir rahatlıq və ancaq yazı kodumla məşğul olma arzusu olur. Və orada bir neçə dəfə bu qeyd olunur, arzu söhbəti. İnsanın mütləq bir arzusu olmalıdır. Mən də arzusu olmalıdır, amma mən düşünmürəm ki, o avtobusda gedən o kişinin danışdığı kimi mən düşünmürəm ki, bu arzu olaraq qalmalıdır. Qoy insanlar, mən bunu həm də son olaraq deyirəm, fikirlərimi yekunlaşdıraraq, tamaşaçılarımıza da bunu arzulayıram ki, arzularınızın dalınca gedin. Mütləq, əgər ömür vəfa versə, sizin arzularınız çünki sən ancaq cəhd elədiyin şeyləri qazana bilərsən. Cəhd eləmədiyin şeylər sənin nə bilim, yəni arzuların dalınca getməyəcəksən. Sən şair deyilsən ki, mütləq şeir yazatan və ya roman yazatan. Arzularınızın dalınca gedin. Təşəkkür edirəm Rəviyə, çox sağ ol. Maraqlı bir çıxış və çox təsirli çıxış idi həqiqətən. Çox təsirli və mən də razıyam ki, dünya həm də o Leonidova kimi xanımların üzərində durur. Çünki istedada kömək eləmək məsələsi, istedada boğulmamağa qoymamaq məsələsi. Biz Hədiyə xanımın fikirlərinin də efiri yekunlaşdıracağıq və yekundan qabaq cəmi 2 dəqiqə vaxtımız var, 3 dəqiqə. Və mən də xahiş eləmişik dostlardan, bizi izləyənlərdən bu yayımı bəyənsinlər, paylaşsınlar, daha çox insanlara çatmasına vəsilə olsunlar. Buyurun Hədiyə xanım, sizinlə danışaq və siz də bizim adımızdan sağollaşarsınız. Çaytikanın Yayı filmi həqiqətən çox geniş filmdir. Yəni haqqında
xeyli danışmaq olar, amma bizim vaxt məhdudiyyəti təəssüf ki, buna imkan vermir. Bir çox məqamlara toxuna bilmədik. Atasının taleyi ilə bağlı və onun taleyi ilə sonradan maraqlanması ilə bağlı və bu işdə ona xüsusi idarənin əməkdaşının kömək göstərməsi və onun bir xüsusi obrazı canlandırılır. Mən Rəbiqə xanımdan çox razıyam, sizinlə çox razıyam ki, o da əsas simalardan biridir. Əsas burada obrazlardan biridir. Həmçinin onun Vampilova münasibəti də Rəbiqə xanımın dediyi sözləri təsdiqləməyimizə gətirib çıxardır ki, xüsusi idarənin əməkdaşı belə bir yerdə bir yol ayrıcında gətirir, saldırır və ona deyir ki, bu sizin işinizdir, sənət adamların işidir, yazıçıların işidir. Nə isə dəyişməlisinizsə siz etməlisiniz. Biz də darıxırıq müəyyən şeylərdən ötürü, müəyyən ədəbiyyatda, incəsənətdə baş verəcək gözəl işlər üçün biz də arzuluyuruq və burada onun iki yol arasında qalması və sənəti mümkün olduğu qədər, əlindən gəldiyi qədər sənəti dəstəkləməsi, Vampilovu müdafiə etməsi, qoruması da özünü göstərir. Bu məsələlərə biz ötəri toxuna bilirik. Atasıyla bağlı o qarabasmalar məsələsinə ötəri toxuna bilirik ki, o öz atası ilə bağlı çox fikir edir. Qarabasmalar görür, yuxularında görür və Vampilovun həyatı ilə bağlı, öz həyatı ilə bağlı maraqlı məqamlardan biri də həmçinin yuxularla bağlıdır. Atası onun gələcəkdə yazıcı olacağını yuxuda görmüşdü və ona Pushkinin deyəsən yubileyi ərəfəsində doğulduğu üçün, həmin il onun yubileyi olduğu üçün ona məhz Aleksandr adı vermişdi və bu qəribə taleylərdən taleydir ki, Vampilov məhz Pushkin yaşında həyatdan gedib, 35 yaşını tamamlamağa 2 gün qalmış. Əgər son söz demək, necə deyək, məsuliyyətini məndə görürsünüzsə, mən deyərdim ki, bu film baxılmalı və haqqında düşünməli filmlərdən biridir. Həm yazıçı həyatına, həm keçmiş dövrə, rejimə. Amma biz burada fikrə gəlirik. Həqiqətən Sovet rejimi ancaq bu naqislikləri yaradırdı, bu problemləri yaradırdı, yazıçı faciəsinə səbəb olurdu və dünyaya boylananda biz görürük ki, xeyr, bu təkcə Sovet rejiminin yazıçıları üz-üzə qoyduğu taley deyil. Dünyanın hər yerində, istənilən vaxtda, istənilən məqamda eyni taleyini yazıçılar yaşayırlar, bu və ya digər şəkildə. Daha kəskin də yaşayırlar ki, Sovet rejimi dövründə 37-ci illərdə daha kəskin yaşamışdılar və 37-ci il dünyanın müxtəlif nöqtələrində, müxtəlif zamanlarda baş verən simvolik bir tarixdir, dövrdür. Həmçinin yazıçıların bu rüsakların arasında hansı əziyyətləri çəkməsi, qarşı-qarşıya gəldikləri, üzləşdikləri çətinlik qarşısında özlərini necə qoruması, obrazlarını necə qoruması. Vampilov bugün ona görə sağdır ki, o dövrünə təslim olmamışdı. Dövrünün naqis tələblərinə təslim olmamışdı. Özünü tamamilə sənətə təslim etmişdi və sənətin nə olduğunu, sənətin hansı meyarlar daşıdığını, hansı dəyərlər daşıdığını çox gözəl dərk edirdi. Mən bütün dünyaya sənət arzu edirəm və təslim olmayan bir sənət arzu edirəm. Vampilovun şəxsində, nümunəsində məncə həm də bir nümunədir, həm də bir örnəkdir. Bizim, necə deyərlər, baxaraq həm də ümidlənə biləcəyimiz bir taleydir, həyatdır ki, həyatı vaxtından tez başa çatsa da, bugün Vampilov yaşayırsa, həm əsərləri ilə, həm şəxsi həyat nümunəsi ilə yaşayırsa, bu məhz sənətin düzgün meyarlarına əməl etməsi ilə bağlıdır. Təşəkkür edirik bizdə və gecəniz xeyrə qalsın deyirik hər birinizə. Çox sağ olun. Gecəniz xeyrə qalsın. Təşəkkür edirəm.